Salam aleykum, hər vaxtınız xeyirli olsun, əziz BYD avtomobili sürənlər. Gəlin birinci BYD-dən başlayaq. Bugünkü gündə Azərbaycanı, Bakı şəhərini zəbt eləyən BYD, yəni Çin maşınları çoxdur, ən çox da taksibatlıq eləyən qardaşlarımız. Bax, gördüyünüz bu yer mənim öz yerimdir. Sabunçudan, öz filialımızdan danışırıq sizin üçün. Sizin üçün bildiyiniz ki, mən həmkarım Çində idi. Artıq bizim mallarımız gəlib və Çangan A05 üçün ilin ayın axırı, Çangan Unzi üçün, Çangan Q7'lər üçün fərqi yoxdur. Bütün modelləriniz ehtiyat hissələri bizdə olacaq. İndi burada olanlardan sizə danışım. Kuzov olacaq bax ehtiyat hissələr. Burada nəyimiz yoxdur bizim. Bax kapot, bufer. Bax bir sayıram. Qapımız var. Kapotumuz var. Bagaj var. Bufer var. Çaşkalarımız var. Rançek. Sırğalar, linklər, qardaş, sənə deyim burada babalar nə ürəyin istəyir, şaraboyumuz var, tərin var, radiator var, su radiatoru var, inverterin radiatoru var, saffa var, yəni ehtiyat hissələri burada nə evizləsəz var. Bax bu salaskalar var ya, buferin salaskaları vurursunuz ha. Ondan da var. Bax bura mənim öz yerimdir. Gördüyünüz kimi bizim əlaqə nömrələrimiz var. Bax gördüyünüz kimi bu da burada stokun yarısını çıxartmışam. İndi qiymətləri göstərmir orada. Burada stoku çıxartmışam və gerisini də eləyəcəm. Və sizə bir dənə də gözəl bir xəbərimiz var. Siz bilirsiniz ki, mən həmişə Respublikada yeniliklərlə gəlirəm Singapura. İnkişaf eləməyi sevirəm. Və mən Azərbaycanda Tesla olacaq avtomobillərin A-dan Z-yə. Qısa konkret deyirəm. Nə xidmətlərini istəyirsinizsə, bizim servisimizdə, mənim yanımda həyata keçiriləcək. Necə ki, Çanqanlarla başlamışıq, bunlarla da. Bir saniyə. Tesla model Y canına. Bu həmən Y'dandır. Tesla model 3. Bunun batarya problemi var. Qoyuruq yerə. Gəl sizə bataryalar yox. Birinci buranı çək. Bax. Bu bizim əl işimiz. Necədir sizin üçün? Elektronika ilə bağlı. Oğul istəyirəm ki, yapışsın oradakı qırmızı provodadan. Keçdik. Yan seksiyaların çıxarılması. Bax, bu da model üçün bataryası, qardaş. Bax, görürsünüz, mən tok vurmur. Zarafat edirəm əlbəttə ki. Yəni, BYD zapçasıdır, ehtiyat hissələri istəyən bizə desin. Bundan sonra sizə üçün bunlardan da çəkib paylaşacağım, sevinərsiniz. Və zapçası ehtiyat hissəsi ilə bağlı mənlə əlaqə saxlayın. Kömək edəcəm sizə. Sağ olun.